Amma elə demədi. Dedi ki, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Hamı başa düşdü ki, söhbət sevgidən gedir. Mən kimin sevimlisiyəmsə, Əli də onun sevimlisidir. Elə konkret olaraq deyərdi ki, Əli məndən sonra sizin xəlifənizdir. Yəni, yoxsa ki, 10 mənadan daha çox məna verən sözlə Allah Rəsulü deməzdi. Başa sala bildimmi? Nə ehtiyac var idi ki buna? Deyərdi ki, məndən sonra Əli sizin xəlifənizdir. Bağlandı söhbət. Amma elə demədi. Dedi ki, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Hamı başa düşdü ki, söhbət Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Bu günler bildiğiniz kimi mübarək Qədirxan bayramı günləridir. İmamət bayramı, vilayət bayramı və İmam Hədinin aleyhisselam mübarək və saadətli təvəllüd günüdür. Bu günlər, bu bayramlar münasibəti ilə başda İmam Zaman Alcəlallahu Teala Fərəcəhu Şərif olmaqla bütün əhl-i beyt sevərləri təbrik edirik. Allah Azze ve Celle bizi dünya və axirətdə Quran və əhl-i beytdən ayrı salmasın. İlahi amin. Qədirxan günlərində vəhabilər də fəallaşırlar və başlayırlar mənasız, dəxli olmayan şübhələr ortaya atırlar, özlərini konkret olaraq rüsvay və biyabır edirlər. Bu şübhələrdən biri nədir? Deyirlər ki, niyə görə Peyğəmbər elə xəlifə sözündən istifadə eləməyib? Mavla sözündən istifadə eləyib və Mavla sözü də bir neçə məna verir. Elə konkret deyərdi xəlifə söhbət bağlanardı da. Sən saxtakarlıq edirsən, məsələni ətraflı danışmırsan axı. Danışan adam qarşısına bir kitab qoyar, bir mənbə qoyar, mənbə zikr eləyər, ərəbcə mətn oxuyar. İnsanlar da orada oturan yazıqlar da bilərlər ki, sən nə danışdın. Oradakılar da səndən sənət tələb eləmir, mənbə istəmir. Bəlkə də istəyirlər, montaj edib kəsib çıxarırlar o etirazları oradan. Mühim odur ki, yəni sənin danışdığın boş-boş danışırsan orada. Özün istəyən şey danışırsan. Sən orada demirsən axı ki, Mavla sözünü nədən sonra deyib, Avla sözündən sonra deyib. Avla sözü Quranda Peyğəmbər haqqında nə mənada işlədilib. Onları danışsan, hər şey onlara aydın olar. Sonra da sən insandakı cəhalətə bax, nadanlığa bax ki, deyir Peyğəmbər elə birbaşa xəlifə sözündən istifadə eləyərdi. Niyə 10 dənə məna verən Mavla sözündən istifadə eləyir və bu da məhəbbət mənasına gəlir. Yaxşı, əgər elə məhəbbət mənasızsa elə onu da deyərdi ki, mən kimin həbibiyəm, mən kimin məhbubuyam, mən kimin sevimlisiyəm, Əli də onun sevimlisidir. Yaxşı, niyə elə məhəbbət sözünü, məhbub sözünü niyə Mavla sözü ilə ifadə eləyir? Yəni, qalırlar nə bəhanə ortaya çıxarsınlar, boş-boş, mənasız şübhələr ortaya atırlar. Və sonra nə deyir? Deyir ki, elə deyərdi xəlifədə. Yəni, güya siz xəlifə desəydi qəbul edəcəydiniz. Bu Səqələyn hədisi elə xəlifə sözü ilə də gəlib. Baxın, Əhl-i Sünnənin bir alimi var, Suyuti. Bunun bir təfsiri var. Əd-Durul Mənsur fit-Təfsiril Mə'sur. Suyutinin kitabıdır, Əhl-i Sünnə imamı, təfsirçisi. Təhqiq Türkiyə aiddir. 3-cü cildə müraciət edirik. Səhifə 710-da Əli İmran surəsi 103-cü ayəni təfsir edir. Deyir, qalə Rasulullah sallallahu aleyhi və səlləm, Allah Rasulü buyurdu, İnni tərikun fikum xəlifəteyni, mən sizin aranızda 2 xəlifə qoyub gedirəm. Kitabullahi azza və cəllə və itrəti əhl-i beyti, Allahın kitabı və itrətim əhl-i beytim. Zeylində deyir ki, 6 qoyub rəqəmi deyir ki, Əhməd də bunu müsnəddə qeyd eləyib, 21578 rəqəmli rivayətdə. Və qalə muhaqqiquhu, Əhmədin bu kitabının mühəqqiqləri deyiblər, hədisun sahihun bi şəvahidihi. Hədis səhihdir öz şahidləri ilə. Deməli, bu bir məsələ. Əl-Musnəd kitabında Əhməd ibn Həmbəl özü qeyd eləyib, Həmzə Əhməd Zeynin şərhinə baxın, Darul Hədis Əl-Qahirə tərəfindən çap olunan nüsxə 16-cı cild, səhifə 51, 21547 rəqəmli rivayət. Deyir, qalə Rasulullah sallallahu aleyhi və səlləm, Allah Rasulü buyurdu, İnni tərikun fikum xəlifəteyni, mən sizin aranızda 2 xəlifə qoyuram, Kitaballahi və əhl-i beyti, biri Allahın kitabıdır, bir də mənim əhl-i beytimdir. Zeylində deyir ki, isnaduhu həsənun, isnadı həsəndir, yəni məqbul rivayətdir, zəif deyil. Və Sahihul Cami-əs-Səğir kitabına müraciət edirik. Əlbaninin təəlifi, Vəhabi Şeyx Mühəqqiqi, Əl-Məktəbul İslami tərəfindən çap olunan nüsxə 1-ci cild, səhifə 482, 2457 rəqəmli rivayət. Deyir, sahihun, Əlban deyir ki, rivayət səhihdir. Yəni, heç bir şək şübhə yoxdur burada.
İnni tarikun fikum xalifəteyni. Mən sizin aranızda 2 xəlifə qoyuram. Kitaballahi və itrəti əhlə beyti. Allahın kitabı və mənim itrətim, əhli beytim. Vəhabilərin özləri də Əlbani deyirlər ki, əhl-i-sünnə alimidir, sələfin yolundadır, səhabələrin yolundadır, öyürlər və bu şəxs özü deyir ki, bu rivayət səhihdir. Şeyx Albani əhl-i-sünnənin etiqadında olub. İstər iman mövzusunda, istər digər mövzularda. Sələfi şeyxlərindəndir. Sələfi salihin etiqadında olub. Sahabələrin, tabinlərin, ətbəi tabinlərin, əhl-i-sünnənin böyük imamıdır. Şeyx Albani. Əhl-i beyt kimdir? Sualına gəldikdə isə Vəhabilər özləri açıq-aşkar etiraf edirlər ki, İmam Əli əleyhissalam əhl-i beytdəndir və ən üstünləri də İbn Teymiyənin dediyinə görə əhl-i beytin ən üstün şəxsi İmam Əli əleyhissalam, xanım Zəhradır səlamullah aleyha, sonra İmam Həsən və İmam Hüseyn aleyhimussalam. Fəzilət əhlidir. Lakin səhih görüşə görə Allah daha doğrusunu bilir. Necə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, Əhl-i Beytin içərisində ən üstün olan İmam Əlidir, sonra Fatimədir, sonra Həsən, Hüseyn. Bu 4 nəfər Peyğəmbərimizin Əhl-i Beytinin içərisində ən üstün sayılır. Kimlər? İmam Əli, Fatimə, Həsən, Hüseyn. Çünki onlara görə xanımlar və sair insanlar da Əhl-i Beytdən sayılır. Amma ən üstünü yenə də kimdir? İmam Əli əleyhissalam. Deməli, Əhl-i Beyt deyərkən birinci zehnə kim gəlməlidir? İmam Əli əleyhissalam. Niyə? Çünki xəlifə mövzusunda xanımlar xəlifə ola bilmirlər. Xanım Zəhra da xəlifə ola bilmir. İmam Həsən, İmam Hüseyn əleyhissalam həmin anda balaca idilər, uşaq idilər. Geriyə kim qalır? İmam Əli əleyhissalam. Qalır ki, Əhl-i Beytin üzvüdür və Peyğəmbər deyib ki, mən sizə Əlini və Quranı tapşırıram. 2 xəlifə olaraq Əli və Quranı sizə əmanət qoyuram, sizə tapşırıram. İndi sən bunu eşidirsən, məgər qəbul edirsən? Yəni sən bunu eşitdin, qəbul edəcəksən, heç vaxt qəbul etməyəcəksən. Peyğəmbər gəlib lap belə sən istədiyin kimi də desəydi, heç zaman qəbul etməyəcəkdin. Necə ki, bu hədisi qoyduq qabağa. Hansı vəhabinin hünəri var? Çıxsınlar, bax, bu rivayətə cavab versinlər. O vəhabilər ki, deyirlər Qədirxumda, onlar ki, deyirlər ki, Qədirxumda ümumiyyətlə vilayətdən söhbət getmir. Çıxsınlar, bax, bu rivayətlərinə cavab versinlər. Özü də deyir ki, hamı başa düşdü ki, söhbət sevgidən gedir, məhəbbətdən gedir. Elə bil ki, bu orada olub və oradakı sahabələr gəlib buna deyiblər ki, əxi, bilirsən, burada söhbət, sən aldanma ya, burada söhbət xəlifəlikdən getmir. Burada söhbət məhəbbətdən, dostluqdan gedir. Güya bu orada olub və yaxud da bu əsrlər sonra buna vəhy olunub. Yuxuda sahabələri Əbu Bəkir Öməri görüb, onlar buna deyiblər ki, əxi, bəs burada söhbət xilafətdən getmir, biz ərəbik. Bu sözü biz məhəbbət mənasını başa düşmüşük. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.